Faildən I was only dreaming. Mən yalnız xəyal etdimə baxaq. Dream arzulamaq, xəyal etmək mənasını verir. Və gəlin buna baxaq bu çalışmaya. Ən əsas vacib çalışma. Çünki tense forms feilin zamanlarıdır və biz hamısı bu sözü bütün bu zamanlarda işlədək. Görək necə olur. Aha. Present simple bilirik ki, indiki sadə zamandır və gördüyünüz kimi you work. Sadə zaman. Present continuous olacaq. Deməli biz dedik ki, present continuous indiki zamanın feilləri əmizar, üstəgəl feillə ayıncı olur. Məsələn, you are working. Ayıncı şəkli çıxartılır. Past simple nə olacaq? Keçmiş sadə zaman. Keçmiş sadə zamana worked olur. El şəkilçisi artırırıq. Keçmiş zamanın feillərinə el şəkilçisi artırılır. Təbii qaydalı olanlara. Past continuous, keçmiş davam edici. Keçmiş davam edici zaman isə indiki zamanda əmizardırsa, keçmişdə nə olur? Keçmişdə was were olur. Və biz was were, yəni you ilə də were işlənir də. You were working olacaq. Üstəgəl yenə ayıncı. Yəni dəyişilən heç nə yoxdur. Keçmiş və indiki zamanlarda söz keçmiş zamanda indiki formada olur. Sadəcə davam edici zamanda continuous görəndə o sözdən sonra ora biz ayıncı feillər sonra ayıncı artırırıq. Bu qədər. Will və won't bilir ki, gələcək zamandır. You will work olacaq və ya you will working gələcək. Aha. Going to üstəgəl infinitivdə isə burada feil artıq kökündə olur to əlavə edildiyi üçün. Qalanı isə YouTube kanalımda geniş izah izləyə bilərsiniz.